9-cu məsələ. 196 qram 10%li sulfat turşusu məhlulu almaq üçün kükürt 6 oksidi neçə qram suda həll etmək lazımdır? Deməli, kükürt 6 oksid SO3 götürüblər, üzərinə su gəliblər və nəticədə sulfat turşusunun məhlulunu alıblar. Yəni, burada həm sulfat turşusu alıblar, həm də qabda su var. Bunun ikisi bir yerdə nə qədərdir? 196 qram 10%li. Baxaq görək qabın içərisində nə qədər sulfat turşusu var hazırda. 196-nı vururam ona, bölürəm 100-ə. 19,6 qram qabda nə var? Sulfat turşusu. İndi 196 qram məhluldan çıxıram 19,6-nı. Buradan bir 10'luq ayırırıq. Deməli 4, 6, burada 7, 176,4 qram hazırda qabda su var. Qabda olan su bu qədərdir. Axı biz əvvəldə SO3 su ilə reaksiya gedibdir, düzdürmü? Axı əvvəldə bu reaksiyanın getməsinə su sərf olunubdur. Qabın içərisində 19,6 qram sulfat olanda görüm ona nə qədər su istifadə olunub da, yəni 19,6 qram sulfatın alınması üçün su nə qədər reaksiya gedibdir. 98-ə isə 18 lazımdır. X bərabərdir 3,6. Deməli, əvvəl 3,6 qram su götürülən sudan reaksiya gedibdir. Yerdə qalan su isə, yəni 176,4 isə qabın içərisində qalıb. Reaksiya sərf olunan 3,6 ilə qabın içərisində olan 176,4 qram suyu toplayım ki, bu mənim əvvəl götürdüyüm sudur. 1 yadda, 1 yadda, 7, 1 də yadda 8, belə də 180. Deməli, əvvəl götürdüyüm su 180 qram olub. Onun 3,6-sı reaksiya sərf olunub. Qalanı isə həmin o 196 qram sulfat turşusu məhlulunun içərisindədir. Cavab olur B variantı. 100-ə baxırıq. Məsələn, şərtini diqqətlə oxumaq lazımdır. 250 qram məhlulda 70 qram duz həll etdikdə, deməli, əvvəl mənim 250 qram məhlulum var. Bunun içərisində duz da var. Məsələn, x qram duz var, bilmirəm. 250 çıxaq x qram da su var. Bu əvvəlki məhlulumdur. Sonra nə deyir? Deyir ki, 70 qram duz həll etdikdə. Deməli, bunun üstünə gəlirəm 70 qram. 70 qram bizdə nədir? Duz. Duzun üstünə gəlirəm. Duz əvvəl x idi, bu 250-nin içərisində. 70 qram da gəldim üzərinə. Bu mənim sonda əldə etdiyim, yəni duzdur. Doymuş məhlul alınır və həll olma əmsalı 600 olarsa, ilkin məhlulda duzun kütlə payını müəyyən edin. İlkin məhlulda duzum x-dir də, yəni bunu soruşur məndən. Həll olma əmsalı nəyə bərabər oldu? 600-ə. 600 bərabərdir. Məxrəcə nəyə yazmalıyam? Suyu yazmalıyam. 250 çıxaq x. Surətə duzu yazmalıyam. X üstə gələk 70. Çünki 70 qram duz əlavə edəndən sonra o doymuş məhlul əmələ gətirib. Axı bu 250-nin içərisində də duz var idi x qram. X ilə üstünə gəlinən o 70 qramı toplayıb surətə yazmalıyam. Və vuraq 1000 yazıram. Buradan x-i tapıram. Buradan sıfırlar ixtisar gedər. Altına vururam 250-yə. Çıxaq 6x bərabərdir. 10 mötərizənin içərisinə vurulur. 12 üstə gələk 700. Sonra 16x bərabərdir. 1500-dən 700-ü çıxıram. 800. X də bərabərdir. 800 bölək 16. Bu da ixtisar gedər 5 dəfə. Bu da bərabər edir 50. Deməli, üstünə gəldiyim duz nəyə bərabərdir? Üstünə gəldiyim duz yox. Məhlulun içərisindəki duzu bizdən soruşur.
Məhlulun içərisindəki əvvəlki məhlulun içərisindəki duz 50 qramdır. Cavab olur A variantı. 101-ə baxırıq. Deməli 8 qram kalsium verib bizə. Üzərinə gəlirik xlor. Alınır kalsium, xlor 2. Xlorun reaksiyasından alınan maddəni 277,8 qram suda həll olunmasından neçə faizli məhlul alınır? Deməli, o alınan duzu həmin suda həll ediblər. İndi 8 qram kalsium görüm neçə moldur? 8-i bölürəm 40-a. 5-də 1 eləyir. Bu 0,2 mol. Yazıram bunun üzərinə. Niyə mola çevirirəm? Sonra onların hər birinin əmsalına böləcəm, görüm reaksiya hansına görə gedir. 0,2-də budur. Onsuz da reaksiya 1-in 1-ə gedir. 0,2 bölək 1, 0,2, 0,2 bölək 1, yenə 0,2. Deməli, alınan duz nə qədərdir tapa bilərəm bunlara görə. 1 mol xlora, kalsium xlor 2 neçə qramdır? 111. 0,2-yə də x. X bərabərdir 22,2. Deməli, bu alınan duzumdur. Su nə qədərdir? 277,8-in üzərinə 22,2-ni gəlirəm. Bir yadda, bir yadda, bir yadda. Bu da edir 3. Deməli, məhlulum oldu 300. Sonra deyir ki, neçə faizli məhlul alınır? Yazıram omega bərabərdir. Məhlulum 300-dür. Duz nə qədər idi? Duz da 22,2 idi. Vuraq 100. Bunlar ixtisar gedir. Bu da bərabərdir 7,4.